Salam uşaqlar, MB Tədris Mərkəzi kanalında xoş gördük sizi. Demək, bu günlər sizə ən aktual məsələlərdən biri olan dünyanın iqlim qurşaqlarının xəritə üzrə yerini öyrənməsi barədə danışacağam. Bir təklif olaraq mən deyəcəm. İndi fərqli formada kim istəsə öyrənə bilər. Düşünürəm ki, belə bir formada desəz, belə formada öyrənsəz işinizə yarayar. Bilirsiniz ki, mövzu çox aktualdır. Atmosfer mövzusunun ən kulminasiya, ən vacib hissəsidir. Dünya üzrə iqlim qurşaqlarının yerləşdiyi ərazini öyrənmək lazımdır. Bir qədər şagirdlərin, abituriyentlərin gözünə çətin gəlsə də, inandırım sizi ki, çox da çətin bir mövzu deyil. Hissə-hissə öyrənin. Mən bir-bir dediyəcəm. Məsələn, deyək ki, mən indi ekvatorialı deyəndə, siz videonu geriyə qaytarın, ekvatorialı biriniz də geriyə qaytarın, saniyələrlə 10 saniyə, 10 saniyə geri qaytarın, tam öyrənin, sonra keçin ikinci subekvatorialı öyrənin, sonra tropiki belə-belə. Yəni, hər dəfə videonu geriyə döndərməklə mən dediyim taktikada eləsəz, inanın ki, xeyirlikini görəcəksiniz. Düşünürəm ki, çox faydalı olacaq. Nəysə, başlayaq ekvatorialdan. Ekvatorial iqlim qurşağı bilirsiniz ki, tam zolaq əmələ gətirmir. Əhatə edir Cənubi Amerikada Amazon ovalığını. Bilirsiniz ki, iqlim qurşaqlarının əsasən quru hissəyə düşən hissələrini öyrənirik. Qvineya körfəzinin sahillərin, Kongo çökəkliyin və yaxud Kongo hövzəsin. Sonra Zoнд adaları, Şri-Lankanın cənubun, Malakka yarımadasının cənubun, bütövlükdə Zoнд adaların Qvineya adasında şimal hissəsini əhatə edir. Qvineya adası uşaqlar bu idi. Şimal hissəsini, yəni bu hissəsini əhatə edir. İndi ekvatorialı dedim, geriyə qaytarıb bunu öyrənin, biriniz də təkrarlayın, sonra keçinik subekvatoriala. Subekvatorial iqlim qurşağı bilirsiniz ki, ekvatora görə iki hissəyə bölünür. Ekvatordan yuxarı hissəsi şimal subekvatorial, aşağı hissəsi isə cənub subekvatorial iqlim qurşağı adlanır. Ancaq materika düşmüş hissəni öyrənirik. Demək, Orinoco ovalığı Qviana yaylasını əhatə edir. Böyük səhranın cənubu, ona sahil də deyirlər, bu ərazini əhatə edir. Sonra Efiopiya yaylası və Somali yarımadasını əhatə edir. Şri-Lankanın şimalı, cənubun bayaq ekvatoriala demişdik. Hindistan yarımadasını biraz daha şimala doğru, Hind-Çin yarımadasını əhatə edir. Bir də daha xırdalığına olan ərazilərə nə qədər çox öyrənsəz daha yaxşı olar, sizin üçün faydalı olar. Amma mən ən vacib bir abituriyentə lazım olacaq əsas şeyləri, əsas istiqamət deyirəm. Yəni bunu öyrənsəz, abituriyent olaraq sizə düşünürəm ki, bəs eləyər. Sonra cənub subekvatorial iqlim qurşağı əhatə edir Braziliya yaylasının əksər hissəsini. Sonra burada Zambezi çayı var, ona deyirlər Zambezi çayı hövzəsi. Zambezi çayı var Afrikada, onun hövzəsinin olduğu ərazi. Madagaskar adasının şimal hissəsini. Avstraliyanın şimal hissəsi, orada da iki ərazi var. Cape York yarımadası, Arnhem yarımadası, bir də Yeni Qvineya adasının cənub hissəsini əhatə edir. Subekvatorial iqlim qurşağının qarışıq demək olmaz. Demək olmaz ki, şimal subekvatorialda bu hissəni belə deyək də, bax bunu deyib sonra buna keçmək belə aşağı-yuxarı demək olmaz. Bir xətt üzrə şimal hissəni deyin, bitirin, sonra keçin cənub hissəni deyin, bitirin. Subekvatorial iqlim qurşağını bitirdik. Videonu geriyə qaytarın bir neçə dəfə, təkrar dinləyin. Xəritə üzərində öz-özünüzə bir neçə dəfə deyin. Əmin olun ki, öyrənmisiniz və keçirik tropikə. Tropik iqlim qurşağı bilirsiniz ki, burada rəngi verilib bu hissə. Tropik iqlim qurşağı əhatə elədiyi ərazilər. Kaliforniya yarımadası, bütövlükdə Mərkəzi Amerika sayılır bu ərazilər. Mərkəzi Amerika, çünki bura Amerika qitəsidir, onun mərkəzi sayılır da. Burada West Hind adaları var. West Hind adaları Florida yarımadasının cənubu. Afrikanın şimalında Böyük Səhranı əhatə edir əsasən. Sonra keçdik, Ərəbistan yarımadasını əhatə edir. Bir də uşaqlar İran yaylasının cənub hissəsini əhatə edir. Xəritə üzrə öyrənin, əzbərləsəz yadınızdan çıxar, həm də tətbiq etmək də çətin olar. Hər zaman bu tipli işləri xəritə üzərində öyrənmək lazımdır. Tropik iqlim qurşağı, şimal tropik iqlim qurşağı tam zolaq təşkil etmir. Ekvatordan baxsaz, görürsünüz ki, mən ancaq şimal tropikdən danışıram. Tam zolaq təşkil etmir. Hindistan və Hind-Çin yarımadasında o qırılır. Amma bu hissədə tropik iqlim qurşağı təzədən yaranır. Havay adaları, uşaqlar, Havay adaları bu hissədə düşür tropik iqlim qurşağına. Bu şimal tropiki idi. İndi gəlirik cənub tropikinə. Cənub tropik iqlim qurşağını belə deyə bilərsiniz. Atakama səhrasının olduğu hissə, Cənubi Amerikanın Ant dağları olan hissəsi, Braziliyanın Atlantik okeanı sahilləri bu hissədə, deyə bilərsiniz Namib Qalahari səhrası Cənubi Afrikada, bir də Madagaskar adasının cənubu da deyə bilərsiniz. Avstraliya materiki dünyanın ən quru materikidir. Səbəb odur ki, Avstraliyanın mərkəzi hissəsində 60% ərazisi tropik iqlim qurşağına düşüb. Demək belə oldu.
Atakama səhrası, Braziliya sahilləri, Namib Kalahari səhrası Afrikada, bu hissədə Madaqaskarın cənubu, Avstraliyanın mərkəzi hissəsində 60%-ni əhatə edir, çox böyük bir hissəsini. Ona görə də Avstraliya dünyanın ən quru materikidir. Bu hissədə videonu saxlayın, geriyə qaytarın, bir neçə dəfə tıklamaqla da sanki 10 saniyə 10 saniyə geriyə qaytarın. Tropik iqlim quşağını tam öyrənin, ondan sonra keçəcəksiniz subtropikaya. Əgər tam öyrənmədən keçsəz, təbii ki, orada biraz ola bilər ki, nəyisə qarışdırarsınız. Subtropik iqlim quşağı bu limon sarı deyilər, bu açıq sarı rəngdə olan. Demək, əhatə edir Amerika qitəsində, burada ABŞ-ın ərazisini. Sonra Aralıq dənizinin sahilləri deyirsiniz uşaqlar burada. Bura nələr daxildir? Hissə-hissə də deyə bilərik. Aralıq dənizinin sahilləri deyərkən Afrikanın şimalını əhatə edir. Cənub-Qərbi Asiyada Türkiyə və Suriya sahilləri, ümumiyyətlə, yəni bu Cənub-Qərbi Asiya, bu Türkiyə deyin olsun. Kiçik Asiya yarımadasını, Afrikanın şimal hissəsini, bir də Avropanın cənub hissəsini əhatə edir. Amma ümumilikdə bir cümlə ilə Aralıq dənizi sahilləri də deyə bilərsiniz, tamamilə doğru olacaq. Sonra Azərbaycan deyə bilərsiniz, Türkmənistan, Özbəkistanın bir hissəsini tutur, Çin deyə bilərsiniz. Vacib məqamlardan biri Koreya yarımadasının cənubu, bir də Yaponiyanın cənubu. Bunları desəz, fikir versə iqlim quşağı enlik boyunca gedir deyə bir xətt üzrədir demək olar ki, çox uyğun olacaq. Belə öyrənsəz, düşünürəm ki, testlərdə problem yaşamazsınız. Sonra cənub subtropik iqlim quşağına gəldikdə, burada müxtəlif cür demək olar. Argentina, Çili, Uruguay da deyirlər. Amma mən burada sizə belə deyəcəm. Deyə bilərsiniz, La Plata körfəzinin əhatəsi deyə bilərsiniz. Ya da ki, Çili biraz çoxdur deyə, Argentina biraz daha çoxdur. Ona görə Çili, Argentina, Uruguay deyəndə tam da olmur. Amma La Plata körfəzinin əhatəsi desəz, düşünürəm ki, daha uyğun olacaq. Afrikanın ən cənub hissəsini, Cənubi Afrika Respublikasının cənubu, Avstraliyanın cənub hissəsini əhatə edir. Tasman adasının şimal hissəsini, Yeni Zelandiyanın şimal adasını əhatə edir. Subtropik iqlim quşağını da bitirdik. Burada yenə də videonu dayanıb, geriyə tıklayıb, saniyələri geriyə qaytarıb, subtropiki tam öyrənib, bir də ondan sonra mülayimə davam edirik. Mülayim iqlim quşağına gəldikdə işarəsini görürsünüz. Mülayim iqlim quşağı dünyanın ən enli, ən çox ərazi tutmuş iqlim quşaqlarıdır. Qeyd edeyim ki, bir daha xüsusi vurğulayıram ki, iqlim quşaqların ancaq materika düşən hissələri öyrənilir. Biz suya düşən hissəni öyrənmirik uşaqlar. Demək, mülayim iqlim quşağı Şimali Amerikada əsasən Kanadanın bir qədər də ABŞ-ın ərazisindən düşür. Burası ABŞ-dır. ABŞ-ın ərazisi, qalan hissəsi demək Kanada. Deyirsiniz ki, Kanadanın ərazisindən düşür. Alyaska yarımadası da daxildir. Labrador yarımadasının cənubuna qədər. Sonra keçdik Avropanın mərkəzi hissəsinə. Həm qərbi, həm şərqi Avropanın mərkəzi hissəsini əhatə edir. Sibir, Mərkəzi Asiya və Sibiri əhatə edir. Bu hissələrdə Mərkəzi Asiyadır, biraz yuxarıda Sibir. Yəni, belə də deyə bilərik. Biraz Mərkəzi Asiyadan, daha çox Sibirdən əhatə edir. Şərqi Asiyada da Axot dənizinin sahillərin, Yapon dənizinin sahillərin, Koreya. Bax, burada Koreyanın şimalı, Yaponiyanın şimalı, Axot və Yapon dənizlərinin sahili. Bir də Kamçatka yarımadası da var. Bu əraziləri əhatə edir. Bir də əhatə edir. Bura Axot dənizi, bura Yapon dənizi, sonra Yaponiyanın şimalı, Koreyanın şimalı, bir də Kamçatka yarımadasını əhatə edir. Bu şimal mülayim iqlim quşağıdır. Cənub mülayim iqlim quşağı Patagoniyanın cənubu deyə bilərsiniz, ya da Argentina, Çilinin cənubu deyə bilərsiniz. Tasman adasının cənubu, Yeni Zelandiyada cənub adasının aşağı hissəsini əhatə edir. Mülayim iqlim quşağında dedik, yenə də videonu geriyə qaytarmaq yolu ilə öyrəndiniz. Sonra qayıdırıq. Öyrənin, sonra bu hissəyə gəlin və davam edirik. Subarktik iqlim quşağını sadə desək, deyə bilərsiniz ki, Şimali Amerikanın şimal əraziləri, amma sahil xəttinə yaxınlaşana qədər sahil xətti daxil deyil. Çünki sahil xətti Arktika qalacaq. Bunu demişkən, deyirsiniz ki, sahil xətti və buzlu okean içərisi aiddir. Demək, Arktik iqlim quşağına. İndi biz subarktiki deyirik. Deyirsiniz, Şimali Amerikanın şimal hissəsi sahil xəttinə qədər. Qrenlandiya adasının cənub hissəsi. İslandiya tamamilə subarktika düşür uşaqlar. Skandinaviyanın şimalını əhatə edir. Avrasiya materikinin şimal hissələri Skot yarımadası da daxil olmalı. Skot buradır. Yarımadası da daxil olmalı, amma sahil hissəsi daxil deyil. Bunu vurğulamaq lazımdır hökmən. Burası subarktikdir. Arktik iqlim quşağına gəldikdə bunu demişkən onu da deyəcəm. Çünki bu çox bitirək bu söhbəti, belə deyək də. Deyirsiniz ki, Şimal Buzlu Okeanında yerləşən adalar, Şimal Amerikanın şimal sahil xətləri, Qrenlandiya adası, Avrasiyanın şimal sahil xətləri və Buzlu Okeanda olan hissə isə Arktik iqlim quşağıdır. Sadə desək, deyirsiniz ki, subarktikdən daha şimalda qalan ərazilər
demək aiddir Arktik iqlim qurşağına. Subantarktik iqlim qurşağına gəldikdə uşaqlar, bu xəritədə təəssüf ki, kiçik bir səhvlik var. Antarktida yarımadası subantarktik iqlimdən düşür. Qalan hissəsi isə okean səthindədir. Biz okeanı öyrənmədiyimizə görə onu demirəm. Antarktida materiki bütövlükdə Antarktik iqlim qurşağında yerləşir. Düşünürəm ki, sizin üçün faydalı olar. Hər birinizə uğurlar arzulayıram. Kanala abunə olun, abunə olun, videonu bəyənin və paylaşın. Sağ olun, növbəti videolarda görüşənə qədər.